Salam, Qoldmaster tədris mərkəzi. Bugünkü mövzumuz sinus x bərabərdir a tənliyinin həllidir. Keçək izaha, sonra isə sualların həllinə. Əvvəla yazıram sinus x bərabərdir a tənliyi. İlk öncə mən bilməliyəm ki, a -1 ilə nəyin arasında olmalıdır? Müsbət 1-in parçasında olmalıdır. Nəinki buradan kənara çıxa bilməz. İndi fikir verək. Sinus x özü harda qiymətlərini alır? Y oxunda. Yəni ki, bura nə oxudu? Sinus oxudu. Bura nə oxudu bəs? Kosinus oxudu. 1, 1, -1, -1 bunları qeyd edək. Əvvəla birinci bucaq üçün, yəni ki, a nə ola biləcək? A məsələn ola bilər 2-də 1, kökdə 3 bölü 2 və s. qiymətlər ala bilər. Bu bucaq alfa bucağı üçün yazıram x bərabərdir. Alfa üstə gəlinsin dövrləri, sinusun dövrləri 2π-lar. Bir də ikinci nə yoxlamalıyam? İkinci yoxlamalıyam ki, bura bir a deyim, bura bir b deyim. Bu bucağın nəyi? 180 minus alfa. Yazıram x bərabərdir. Pi, yəni ki 180 nədir? Pi'dir də. Pi çıx alfa üstə gəlinsin neçə? 2πk şəklində yaza bilərəm. Ümumilikdə sinus x bərabərdir a tənliyini bax bu formada yazmaq daha əlverişlidir. Keçək birinci suala. Sual nömrə 1. Deyir sinus x bərabərdir 0 tənliyin həllilə. Bu ümumi halımızdır. X bərabərdir πk. K nəyə daxildir? Yazaq bura k ümumiyyətlə z tamamilə çoxluğuna daxildir. Yaxşı, sinus x bərabərdir 1 tənliyin həllilə. X bərabərdir. 1-də nə vaxt alır? Pi bölü 2-də, yəni ki 90-da. 90 üstə gəlsin neçə? 2π k şəklində yazıram. 180-dən yenə də yazsam, bax x bərabərdir. 180 çıxılsın nə? 90 üstə 2πk. Yenə də eyni nəticəni aldığımıza görə yazıram 90 üstə gəlsin 2πk. Ta ümumi şəkildə bunu pi bölü 2 üstə gəlsin 2πk 90 və ya da 90 üstə 2πk şəklində götürürəm. Bir də sinus x bərabərdir -1 həllində. Yazıram sinus x bərabərdir. Belə deyək də, sinus -pi böl 2. Bu formada nə etmək olar? Yazmaq olar. Onda x bərabərdir. -pi bölünsün 2 üstə gəlinsin 2π k şəklində. İndi buradan bu nəticəyə gəlirik ki, biz sinus x bərabərdir a tənliyini həll etmək üçün yazıram sinus x bərabərdir sinus a şəklində olmalıdır. O zaman sinusları atacam gedəcək. X bərabərdir bir dəfə olacaq a alfa yazacaq bura. Alfa üstə gəlsin 2πk-lar. Bir də x bərabər nə olmalıdır? 180 çıx alfa üstə gəlsin neçə? 2πk şəklində olmalıdır. İndi sual nömrə 1 elədik. Keçək sual nömrə 2-yə. İndi baxıram, yazıram sinus x bərabər nədir? 2-də 1. 2-də 1-i harda aldı? Sinus 30 dərəcədə 2-də 1 alır da. Bax 30 dərəcədə 2-də 1 aldı. Yazıram x bərabərdir. Hələ ki belə yazmayayım. Birbaşa yazmayayım. Göstərmək üçün. Baxın. Yazıram sinus x bərabərdir. Sinus 30 dərəcə. Yəni 2-də 1-in yerinə yazdım. Sinus 30 dərəcə. O zaman x bərabərdir olar. 30 dərəcə üstə gəlsin 2πk-lar. Yəni ki pi böl 6 üstə 2πk-lar. Bir də x bərabərdir 180 çıx 30 üstə gəlsin neçə? 2πk-lar. Birinci həll çoxluğumuz budur. İkinci həll çoxluğumuza 180-dən 30 çıxanda 150 dərəcə olanda sinus 2-də 1 alır. Üstə gəlsin 2πk dövrlərini alsam da yenə də nə verməlidir? 2-də 1-ləri verməlidir. İndi baxaq bura. Sinus x bərabərdir -kök altında 2 bölünsün neçə? 2. O zaman yazıram sinus x bərabərdir. Kökdəki böl 2-ni pi böl 4-də alır da. Yəni ki 45 dərəcədə. O zaman yazıram sinus x sinus pi bölünsün 4 amma mənfisi ilə. Nəyə görə mənfisini yazdım? Çünki bu sinusda mənfi qarşı keçə bilir də ona görə. Bir dəfə yazacağım x bərabərdir. -pi böl -45 dərəcədə. -45 üzərinə gəlsin 2πk-lar. Bir də x bərabər nə? 180 çıxılsın -45 üzərinə gəlinsin neçə?
2 pi k'lar. X də bərabərdir 180 üstə 45 neçə eləyəcək? 3 pi, yəni pi üstə yansın pi bölü 4 eləyir də. Bunu da düzəldək bir dəqiqə. Bunu da düzəldək. Belə deyək də 5 pi bölünsün 4 üstə yansın neçə olar? 2 pi k şəklində olmuş olar. Deməli, həllər çoxluğumuzdan biri mənfi 45 üstə yansın 2 pi k. Bir də neçə olmalıdır? 5 pi bölü 4 üstə yansın 2 pi k şəklində olmalıdır. Keçək növbəti suala. Sual nömrə 3. Deyək ki, parçasında 0,2 pi parçasında 2 sinus x, sinus 3x bərabər tənlinin neçə kökü var? Əvvələ yazıram. Sinus 3x bərabərdir 1 bölünsün neçə? 2. Attım qarşıya. İndi yazıram. Sinus 3x bərabərdir. Sinus neçə? 2-də 1 nə vaxt alır? 30 dərəcədə alır da. Pi böl 6-da almış olur. O zaman yazıram. 3x bərabərdir. Neçəyə? 30 üstə gəlinsin 2 pi k'lara. Dövrlərin gəldim. Bir də 3x bərabər olmalıdır. 180 çıx 30 neçə? Üstə gəlinsin 2 pi k'lara. İndi buradan hər tərəfin nəyə bölsəm? 3'ə bölsəm. X bərabərdir. 33'ə böldüm 10. Üstə gəlsin 360'ı. 2 pi 360 deməkdir. 3'ə böldüm 120 k şəklində olmuş oldu. Aha. İndi keçək bura. 3x bərabərdir. 180'dən 30 çıxanda deyir 150. Üstə gəlsin 360 k şəklində dövrlərdir. Onda x bərabərdir. Hər tərəfini 3'ə böləndə 50 üstə gəlinsin neçə? 120 k'lara. İndi baxıram, k'ya 0 qiymətini verəndə görə bu yerlər düşür, yoxsa düşmür. Həqiqətən də k'ya 0 verəndə olacaq 10. K'ya 1 verəndə olacaq 130. Sonra k'ya 2 qiymətini verəndə 200 neçə oldu? 50 oldu. Yazıram 50. K'ya 3 verə 360 üstdən 370 edər, amma 360'a qədərdir. Hələ ki bunlardır. Ondan sonra gəlin k'ya nə verirəm? 0 verəndə. Olur x bərabər neçə? X yazmayayım, birbaşa yazaq da bunları. K'ya 0 verəndə 50 dərəcə alınır. Sonra k'ya 1 verəndə neçə olur? 170 dərəcə alınır. K'ya 2 verəndə 240 üstə 50, 290 alınır. 290 dərəcə alınmış oldu. Deməli, bizə nə soruşurdu? Tənlinin neçə kökü var bu aralıqda? 1, 2, 3'ü burada, 3'ü də burada. Tənlinin ümumi 6 dənə kökü olmuş oldu. Keçək növbəti suala. Deyək ki, 0,2 pi parçasında sinus 5x bərabərdir kosinus 70 tənlinin neçə kökü var? Biz deyirik ki, sinus belə deyək də 5x bərabərdir yazaq kosinus 70. Hər tərəf nə olmalıdır? Ya sinus olmalı, ya da kosinus olmalıdır. Bugün sinus tənlindən danışdığımız üçün sinus üzərindən hesablayıram. Kosinus izah edəndə kosinus üzərindən hesablayarım. Baxıram, sinus 5x, yazıram sinus 5x bərabərdir nəyə? Kosinus 70'in yerinə sinus 20 dərəcə yazmaq olar. Çünki tamamlayıcı bucaqda yazıram. İlk növbədə 5x bərabərdir 20 üstə gəlinsin 360 k'lar. İkinci növbədə olmalıdır 5x bərabərdir 180 çıx 20, 180 çıx 20 üstə gəlsin 360 nələr? K'lar olmalıdır. 360 k'nı yazaq. İndi 5x da buradan bərabərdir 180'dən 20 çıxamında edir 160. Üstə gəlinsin neçə? 30, 360 k'lar. İndi hər tərəfin 5'ə bölsəm bu tənlidə x bərabərdir 20'ni 5'ə böldüm 4 üstə gəlinsin 360'ı 5'ə böldüm 72 k düşdü. Birinci həllimiz budur. İkinci həllimizdə x bərabərdir hər tərəfin 5'ə bölsəm bu eləyər 32 üstə gəlsin neçə? 72 k'lar. İndi bizə deyir ki 0,2 pi aralığında parçasında neçə həlli var? Əvvəla k'ya 0 verəndə alınır 4. K'ya 0 verəndə alınır 4. Sonra 72, 72 ben bunları nə etməliyəm? Artırmalıyam da. Elə deyim. Artıraq. K'ya sonra 1 verəndə olur 76 dənə.
K'ya 2 verəndə 72-ni vurduq 2-yə 144 üstə neçə gəlir? 4 148 oldu. Sonra K'ya 3 verəndə 72-ni vurduq 3-ə 216 plus da 4 220 oldu. K'ya 4 verək. Deməli 72-ni vurduq 4-ə 288 üstə gəlinsin 4 292 oldu. Sonra K'ya neçə verdi? K'ya 5 versək 360 olur. 360 olur. 1, 2, 3, 4, 5. 360 üstə 4, 364 ödəmir də təbii ki. Bu getdi. K5 olmaz. Deməli, burada neçə dənə mənim köküm var? Burada 5 dənə köküm var. Eyni qayda ilə K'ya 0 versəm olur 32 dərəcə. Ondan sonra 72 üzərinə gəlim də 32. Sonra üzərinə gəlinsin 72 gəldim. Oldu neçə? 104 olar. 104. Üstə gəlinsin neçə olar? 72. 176 olar. Bir də 72 artdığına görə 248 olar. Bir də 72 gəlsəm üzərinə 320 olar. Bir də 72 gəlsəm 360 keçir. Mənə lazım deyil. 1, 2, 3, 4, 5 dənə də həllimiz buradadır. Cəmi neçə həll oldu? Neçə köküm var deyildi? Cəmi 10 dənə kökümüz oldu. Keçək sual nömrə 5-ə. Görək 5-ci sual bizə nə deyir? Deyir ki, 0pi parçasında sinus 2x çıx 60 çıxılsın sinus x plus 30 tənliyinin neçə kökü var? Baxaq. Əvvəla yazıram sinus, bunu sadələşdirirəm. Sinus, sadələşdirirəm deyəndə bunu qarşı tərəfə atıram. Sinus 2x minus 60, biz demək ki, hər tərəf sinus olsun da. Bərabərdir. Sinus x plus neçə? 30 dərəcə. İndi yazıram 2x minus 60 bərabərdir. X plus 30 üzərinə gəlinsin 360 k'ları. Birdən neynirəm? 2x minus 60 üzərinə gəlinsin. Yox, üzərinə gəlinsin yox artıq. Bərabərdir. 180. Bu alfası nə idi? X plus 30 də. Çıxılsın x plus 30. Üzərinə gəlsin neçə? 360 k'lar. Gəlin sadələşdirək. 2x-dan x çıxıram, qalır x bərabərdir. 60 üstə 30 eləyir neçə? 90 edirdi. 90 üstə gəlsin neçə? 360 k'lara. İndi keçək bunu sadələşdirək. 2x minus 60 bərabərdir. 180 çıx 30 eləyir 150. Üstə çıxılsın x. Üzərinə gəlsin neçə? 360 k'larımız. Sonra 2x-dan x-i topladım. Neçə elədi? 3x elədi. 150 üstə 60, 210 üstə 360 k'lar. X-də hər tərəfini 3-ə bölsəm olur 70 üstə 120 k'lar. Bizə deyir 0pi parçasında olsun. K'ya 0 qiymətini verəndə birinci halda 90 olur. K'ya 1 verəndə 0pi'ni keçdi. Ona görə burada bir həllimiz var. K'ya 0 verəndə 70 olur. 2 verəndə 240 üstə 70. 180'də keçdiyinə görə başqa qiymət verə bilmirəm. Deməli, burada da neçə oldu? Burada bir həllimiz oldu. Ümumilikdə tənliyin 0pi parçasında 2 dənə həlli olmuş oldu. Keçək növbəti suala. Deyir ki, 0,2pi yenə parçasında sinus 4x bərabərdir 0 tənliyinin neçə kökü var? Baxaq. Yenə eyni qayda ilə həll edirəm. Yazıram sinus 4x bərabərdir. Sinus 0-da 0 verir. Yazıram 4x bərabərdir. 0 üstə gəlinsin 360k. Yəni 2pk'dır. O da 360k yazıram. X bərabərdir. 0 üstə gəlinsin neçə olar? 90k olar. İkinci halda deyirik ki, sinus 4x bərabər sinus 0-dırsa, onda yazıram 4x bərabərdir. 180 çıx 0 yazıram. Bax, belə yazılmalıdır dediyim qayda ilə. 2pk olsa 4x yenə olar 180. Üstə gəlsin neçə? 2pk'lar. Burada x bərabərdir. 184'ə böləndə eləyir 45 plus neçə? 90k. İndi baxıram 0,2pi parçasında deyir. K'ya neçə deyirəm?
K'ya 0 verəndə olur 0. Aha. Sonra K'ya 1 verəndə oldu 90. 2 verəndə oldu 180. Sonra 3 verəndə oldu 270. 4 verəndə oldu neçə? 360 dərəcə. Daha 5 verə bilmərəm çünki 2 pini keçdi. Sonra gələk bura. K'ya 0 verəndə neçə olur? 45 dərəcə olur. K'ya 1 verəndə, yəni 90 artırıram da 135 dərəcə olur. Sonra yenə də 135'i artırdım. 225 olur. Elə olur da 135 artırıram nə qədər? 135 plus 90 225. Aha. Bir də 225'i 90 artırdım. Plus 90 olsa 315 dərəcə olur. 315. Bir də 90 artırsam 2 pini. Artıq bu 2 pini keçdiyinə görə olmaz. Yəni bizə nə soruşur? Deyir, neçə kökü var? 1, 2, 3, 4, 5 dənə kök buradadır. 1, 2, 3, 4 dənə də kök buradadır. Cəmi ümumilikdə tənlimizin 0,2 pi parçasında 9 kökü olmuş oldu. Keçək növbəti suala. Sual necə gəlir? Sual nömrə 7. İndi ki 0, x pi aralığında sinus 6x minus 30 bərabərdir mənfi bir tənliyinin neçə həlli var? Yazaq sinus 6x minus 30 bərabərdir mənfi 1. Yazıram sinus 6x minus 30 bərabərdir. Belə deyək də 270'i hələ ki yoxlayayım. Bir dəqiqə. Deməli sinus neçə olur? 270 dərəcə. Atıram sinusları olur 6x minus 30 bərabərdir 270 dərəcə üstə gəlsin neçə? 2 pi k'lara. 6x bərabərdir 300 üstə gəlsin 360 k'lara. X də bərabərdir 50 üstə gəlsin 60 k olur da 60 k'lara. Gəlin k'ya başlayaq 0 qiyməti verək. K'ya 0 verəndə oldu 50. Sonra k'ya 1 qiyməti verəndə olur 110 dərəcə. 110 dərəcə. Sonra k'ya neçə qiyməti verək? 2 qiyməti versəm 110 üstə 60 gəlir də. Ümumiyyətlə dövrlər 60-dır. 170 dərəcə. Və sonra gələ bilmərəm də. Bir də bunun nəyi var idi? Bir də bunu var idi ki sinus 6x minus 30 bərabərdir. Sinus neçə? Sinus 90'da alır da. Mənfi 90. Aha, sinus 90'da 1'dir. Mənfi 90'da da mənfi 1'dir. Yazıram 6x çıx 30 bərabərdir. Tabii 270 hardan gəldi? 180 çıxağı mənfi 90 yazında. Birbaşa yazdım. Belə deyək. 270 aldım. Hər dəfə bir-bir onu izah etmək istəmirəm. Çünki ona vaxt çox gedir. Olur mənfi 90 üstə gəlsin neçə? 2 pi k'ları yazıram. 6x bərabərdir. Mənfi 90 üstə 30 mənfi 60 üstə neçə? 360 k'lardır. X də bərabərdir. Mənfi 10 üzərinə gəlinsin 60 k'ya. K'ya 0 verəndə mənfi 10 düşmür. K'ya 1 verəndə düşür 50. K'ya 2 verəndə 120 olur 110 dərəcə. K'ya 3 verəndə 170 dərəcə olur. K'ya 4 verəndə artıq K'ya 4 verəndə nə olacaq? 240 çıx 10 bu da ödəmir də. 240'dan 10 çıxanda ödəmədi. Pi'ni keçdi. 180'i keçdi. Deməli burada nə oldu? 50, 110 bir də 170. Hər iki tənlikdə də eyni köklər alındığına görə elə cavabımız nədir? Onun birini götürürük. 50, 110, 170. Neçə həlli var deyildi? Burada 3 dənə həlli olmuş oldu. Keçək növbəti suala, 8-ci suala. Sinus kvadrat 2 çıx sinus x bərabərdir 0 tənliyini deyir, həll et. Buradan nə edirəm? Sinus x-i çıxardıram mötərizə xaricində olur. Sinus x minus 1 bərabərdir 0'a. O zaman sinus x da 0 olmalıdır. Sinus x da nə olmalıdır? 1 olmalıdır. Bunların da həlli mən başda 0 və 1 qiymətlərini demişdim. Onu siz videonun başına baxıb təkrar öyrənə bilərsiniz. Keçək misal nömrə 9'a. 2 sinus kvadrat 2 çıx 3'ün tənliyi həll edin. Əvvəla sinus x-a 1,
t desəm, o zaman olar neçə? 2t kvadrat minus 3t üstə gəlsin 1 bərabərdir 0 olur. Diskriminantımız 9 çıx 8 1'dir. T1 kökümüz 3 çıx 1 bölünsün 4. Neçə olar? 2'də 1 olar. T2 də bərabərdir 1 olar. Gəlin. Sinüs x-a bir dəfə nə deyirəm? 1 deyirəm. Bu məlum məsələ. Videonun başında demişdim. Dərsin izahında demişdim. 1 nə vaxt olur? Bir də nəyə bərabər olmalıdır? 2'də 1'ə bərabər olmalıdır. Yazıram sinüs x bərabərdir nə olmalıdır? 2'də 1. T'lər gətirib yerinə qoydum. Yəni T1, T2 qiymətləri. İndi sinüs x da bunu da əslində izah eləmişdik. Sinüs nə olur? 30 dərəcə olur. Bir dəfə x bərabərdir 30 üstə gəlsin 2pi k'lar yazıram. Bir də x bərabərdir 150 üstə gəlsin neçə? 2pi k'lar 180 çıx 30-da belə deyək. Üstə gəlsin 2pi k'lar kimi yazmış oluram. İndi keçək sual nömrə 10'a. Misal nömrə 10'da da sinüs 5x bərabərdir mənfi 5 təlliyinin həlli soruşulur. Burada nə olur olsun? Sinüs x videonun da başında demişdim. A təlliyində mənfi 1 ilə A 1 arasında olmalı idi. Burada mənfi 5 heç vaxt ola bilməz. Təlliyin həllər çoxluğu boş çoxluqdur. İnşallah növbəti videomuz kosinüs x bərabərdir A təlliyi üçün gələcək. Sonra acılar tangens x bərabərdir A, sonra kotangens x bərabərdir A tənliklərin izahların verdikdən sonra ümumi trigonometrik tənliklərə aid 10 və yaxud da 15 sual işlədikdən sonra trigonometrik tənliklər bizim beynimizə daha yaxşı həkk olacaq.